أعوذ بالله من الشيطان الرجيم بسم الله الرحمن الرحيم إن للمتقين مفازا حدائق وأعنابا الله وكواعب أترابا وكأسا دهاقا لا يسمعون فيها لغوا ولا كذابا الله جزاء من ربك عطاء حسابا لا يسمعون فيها لغوا ولا كذابا جزاء من ربك عطاء حسابا رب السماوات والأرض وما بينهما الرحمن لا يملكون منه خطابا صدق الله العلي العظيم ما شاء الله. اللهم صل على Muhammed ve Ali Muhammed. Bismillahirrahmanirrahim. Bağışlayan ve mehriban uca Allah'ın adıyla. Allah'ın salavat selamı olsun. Peygamberimiz ve onun pak ailesine salam olsun. Aziz izleyiciler sizlere Kur'an ve şübheler verilişinde yine sizin hizmetinizdeyiz. Aziz ruhanimiz Hacı Elnur Xudaverdiyev ilə birlikdə inşallah bu gün də maraqlı mövzularla sizlərin xidmətinizdə olacaq inşallah. İstərdim Hacı da salamlaşsın, verilişimizə davam edək inşallah. Bismillahirrahmanirrahim. Mən də öz növbəmdə əziz və dəyərli izləyiciləri salamlayıram inşallah. Allah sizləri də bizləri də bu yolda müvəffəq eləsin inşallah. Hacı, bizim keçən verilişimizdə də bir şübhə olaraq başlamışdıq ki, yəni bu cür şübhələr ortalığa qoyulur ki, Quran səmavi ola bilməz, onun sözləri, ayələri vəhiy ola bilməz və səbəblər də gətiriblər. Təbii ki, səbəblər ağlabatan olmasa da biz də ona cavab vermək məcburiyyətindəyik və biz keçən verilişimizdə dedik ki, Qur'anın sözləri başqa səmavi kitablar ki, təhrif olmayıblar. Bəli, əsli ki var, kökü ki var, kökü ilə eynidir. Tövratın da sözləri Allah yanındandır, İncilin də sözləri Allah yanındandır. Təbii ki, sonralıqca o sözlər təhrif olundu, dəyişildi. Amma müsəlmanların belə deyək də, bu sonuncu kitab ki var ki, Qur'an-ı Kərimdir. Allah bunu belə deyək, qorumağa vədə verib. İnna nəhnu nəzzəlnə zikr və inna ləhu ləhafizun. Biz bunu qoruyacağıq. Təbii ki, o dövrdə Quran hafizlərinin vasitəsilə gəlib bugünkü günə gəlib çatıb bu qorunması. Amma əsl məsələ budur ki, bunların kökləri bu Quranın başqa səmavi kitabların kökləri eynidir. Hamısı eyni məqsəd üçün.
belə də eyni məqsədədir. Eyni hədəfdir və belə deyək də bizdə maya deyirlər. Bəli. Maya. Bunların mayaları eynidir. Vəhidir, Allah yanındandır və peyğəmbərlərə insanların hidayəti üçün gəlib. Mən ilk öncə istəyirəm bir dənə mətləbi işarə eləyəm Seyid. Bəli. Bizim insanların çoxlarının zehnindədir bu. Quranın Tovrat, İncil, Zabur elə də məşhur deyil. Əsas Tovrat, İncildir. İlk öncə baxaq bizim Tovratla İncilin fərqi bu kitablarla nədədir? Quran-ı Kərimlə o kitabların fərqi nədədir? Siz dediyiniz kimi Tovratı da göndərən yeganə Allah tərəfindən gəlib, Quranı göndərən Allah tərəfindən gəlib. Eyni 3 kitab, üçü də Allah tərəfindən gəlib. Üçü də onun göndərdiyi peyğəmbərin tərəfindəndir. Yəni İsa peyğəmbər, Musa peyğəmbər, İslam peyğəmbəri hamısı o yaradanın göndərdiyi rəsullardır, elçilərdir, nəbilərdir. Bəli. Düzdürmü? Yaxşı, bu Quran-ı Kərimin Tovratla, İncillə fərqi nədədir? Nə üçün Allah Taala Quran-ı Kərimi bugünkü gündə xüsusi olaraq o sözü dedi ki, biz bu Quranı nazil elədik, siz ərəbsini dediniz və biz bu Quranı qoruyacağıq. Bəli. Qoruyacaq. Tovratda, İncildə çox dəyişikliklər oldu. Fərq nədir? Baxın, Quran, Tovrat bu cür nədir? Allah gəlirdi, Musa peyğəmbərlə danışırdı. Vəhyə biz mövzusuna girəndə biz bunlara işarə eləyəcəyik. Vəhy hansı formada olur, hər peyğəmbərlə bir cürünə danışır. Yəni, onu öz yerində, məqamında danışacaq. Məsələn, Tovrat, İncil təqribən bu cür nədir? Allah Musa peyğəmbərlə müəyyən vasitələrlə danışırdı. Musa peyğəmbər də gəlirdi, sözün kökü Allahdır. Musa peyğəmbər də gəlirdi, öz sözü ilə cəmiyyəti onu neynirdi? Sözün kökü Allahdır. Amma öz sözü ilə, bəşər sözü ilə cəmiyyətə çatdırırdı. Cəmaat da yazanlar yazırdı, yadda saxlayanlar yazırdı, sözün kökün məzmununu, məhfumunu çatdırırdı. Yəni Allah bunu demək istəyir. İsa peyğəmbər də həmçinin, Musa peyğəmbər də həmçinin. Çün söz oldu kimin sözü? Söz yox, sözün kökü Allahdır. Amma kimin dilindən? Bəşərin dilindən. Bəşərin dilin bəşər nə edə bilər? Anlaya bilər. Anlaya bilər və onu gətirə bilər. Bəli. Quran belə olmadı. Quran nə dedi? Hansı surədədir? Məsələn, Allah Taala deyir ki, əgər bu cür nə ki, mən sənə Quranı nazil edirəm, bir hərf özündən artırarsan, ya əskildəsən, boynunun şax damarın qıraram. Allah deyir. Bir şax damar mənasında, bir ürək, qəlbin damarın. Yəni Allah Taala nə deyir? Peyğəmbər özündən artıra bilməzsən. İndi Quran Qul huvallaha baxın. Qul huvallahu əhəd. Ey peyğəmbər de, o Allah təkdir. Yəni bu peyğəmbərə xitab olur da. Peyğəmbər orada indi belə də qulu çıxıb huvallahu əhəd deməyə icazəsi yoxdur. Qulu peyğəmbərə deyib həqiqətdə. Yəni qulu mənası izləyicilər üçün deyir. Çünki Allahın sözüdür. Nədir onu deməlisən. Amma peyğəmbər ona girmədi. Peyğəmbər deyirdi: "Ay cəmaət, yığışın." Yığışdılar. Allah tərəfindən mənə belə bir ayə, surə nazil olub, ya ayə nazil olub. Bismillahirrahmanirrahim. Qul huvallahu əhəd. Baxın, qul sözü peyğəmbər üçündür. Allah Teala deyir ki, peyğəmbər de, yəni cəmaata. Amma peyğəmbər onu da deyirdi. Deyir ki, Allah belə dedi. Qul huvallahu əhəd. De, o Allah. Nədir? Yeganə bir varlıqdır. Yeganə bir varlıqdır. Peyğəmbər dəymədi. Allah kəlamına dəymədi. Allahdan necə vəhy nazil oldu, o formada da Peyğəmbər neynədi? Cəmiyyətə çatır. Və həmçinin Peyğəmbərin 7 nəfər katibi vardı. Fərqli rəqəmlərdə yazırlar. Məşhuru 7. Peyğəmbər vəhy nazil olduqca Peyğəmbər üçün bilirdi sonradan Quranda müəyyən insanlar əskildib, azalmalar, ayalda olmamaqdan ötəri dərhal Peyğəmbər o katiblərə neynirdi? Yazdırtdırırdı və hafizlər yetişdirir. Peyğəmbərin ətrafında olan xüsusi hafizlər vardı ki, Peyğəmbərdən sonra bu Quran-ı Kərimdə dəyişiklik, bəzi ayələri götürməməkdən ötəri Peyğəmbər hazır surətdə ayə nazil olan kimi o vəhyicə neyirdi hafizlərə? Əzbətdir. Yəni bilirsiniz, Peyğəmbərimizin peyğəmbərliyə yetişdiyi bir cəmiyyət ki var idi. O cəmiyyət hafizə baxımından da çox güclü hafizələr var idi. Allah bu məsələni ki, təbii ki bu
təbii amillər deyilən bir şey var da. Biz əgər bu həyatda yaşayırıqsa günəş olmalıdır, yağış olmalıdır, əkməlisən. Bu təbii amillər olmalıdır. Allah üçün belə deyək kun fəyakun mümkün bir şeydir, amma təbii amillər olmalıdır. Allah bu peyğəmbəri elə bir cəmiyyətdə peyğəmbərliyə seçmişdi ki, onların hafizələri də güclü idi. O qədər güclü hafizələri var idi ki, onlar elə bir dəfə peyğəmbərin mübarək ağzından ayələri eşitməklə yazmaqdan da əlavə əzbərləyirdilər. Hətta o yerə qədər var ki, Quran elmləri kitablarında qeyd olunur ki, bəzi səhabələr hətta peyğəmbərimizin qunut dualarında belə əzbərləmişlər, elə bilirdilər ki, Quran ayələri təbii ki, sonralıqcan onları o Quran ayələrinin sırasından həmin o hafizlər etiraz. Bəli. Hətta mən yadıma gəlir, bir dəfə bir əhvalat mənə rast gəlmişdi. Bu ərəblərin hafizəsindən söhbət gedir ki, təbii bu qurbanım Allahın elə bil ki, o necə sizə deyim, bu həmən o hal peyğəmbərimizin olduğu yer ki var idi, o cəmiyyəti yetişdirmişdi Quran üçün. Əslində baxmayaraq ki, onlar bədəvi idilər, amma yetişmişdi. Onların o hazırlıqları var idi Qurana. Deyir, bir Əbbasi xəlifəsi var idi. Belə deyək, öz səltənətindən istifadə edib bəzi əyləncə məclisləri qurardı. Şairlərə deyərmiş ki, kim bir dənə mənim bilmədiyim şeiri, o qədər güclü hafizəsi var imiş ki, gəlib oxusa, o şeirin nəyin üstünə yazıbsa, o ağırlığında ona mən belə deyək, ənam verəcəm, mükafat verəcəm. Deyir, şair gələrmiş, deyərmiş, o bir dəfə ki şeiri eşidərmiş, özü eşidərmiş, o dəqiqə əzbərləyərmiş. Oxuyan kimi bunun bir kənizi var imiş pərdənin dalında. Özü bir dəfiyə əzbərləyir, kənizi 2 dəfiyə. Bu ki şeiri oxuyurmuş, pərdənin arxasında kənizdə əzbərləyərmiş. Gələrmiş o şair deyərmiş ki, mən bu şeiri özüm yazmışam. Oxuyarmış, deyir, xəlifə deyərmiş ki, mən bu şeiri bilirəm. Deyir, istən əzbərdən deyim onu. Hətta bir xəlifə deyərmiş. Deyir ki, bəlkə siz əzbərlədiniz. Deyir, yaxşı, mən əzbərlədim. Mənim burada bir kənizim var, o da bilir. Çağırın, kəniz yazın, pərdənin arxasındadır. O da gələrmiş, deyərmiş. Axırı deyir, bir nəfər o qədər qəliz qafiyələrdən, səcillərdən istifadə edir, gəlir, xəlifə üçün oxuyur, xəlifə görür, əzbərləyə bilmədi. Kənizi çağır, kəniz deyir, mən 2-cidə əzbərləyə biləm, 1-cidə əzbərləyərək sən təkrarlayasınız ki, mən də deyəm. Odur ki, bəli, bu Quranın o mühitdə nazil olması Allahın hikmətlərindəndir ki, bu Quranın təhrif olmaması üçündür. Təbii burada Peyğəmbərin özü də rol oynayırdı. İnsanları ətrafında, kimləri ətrafında yığmaqlı, xüsusi insanları. Bəli, ona işarə edirdim. Tövratla, Quranla, İncilin fərqi. Bu günlərə baxın, Quranın möcüzəsi. Bu çox böyük bir dəlildir. Bu günləri geçsin dünyanın istənilən yerindən. Ay o adamlar ki, deyirlər, Quran o kitab deyir, Quran keçmişin qalıqlarıdır. Bu günləri gedin dünyanın istənilən yerindən, kitabxanasına girin, deyin ki, mənə bir dənə Tövrat ver. Sənə kitabxana sahibi nə sual verəcək? Deyəcək, hansı Tövratı verim? Kitab bir dənədir. Tövrat bir dənə deyil mi? Bir kitab Peyğəmbərə nazil. Əslində hacı Quranda da müxtəlif qiraətlər var, amma məna dəyişilmir. Yalnız qiraət fərqidir. Mənlə kitab formasında kitabdan söhbət gedir. Bu günləri dünyada onlarla fərqli Tövratlar var. Həmçinin İncil. Onlarla İncil kitabları var. Birin filan kəs yazıb, birin bəsmən kəs yazıb, fərqli adlarda. Hər bir dövrdə insanlar çıxıb, alimlər çıxıb, müəyyən orada dəyişikliklər eliblər, öz adları ilə Tövrat buraxıblar. Öz adları ilə. Öz düşüncələrini. Öz düşüncələri, adlarını qoyublar və öz əlavələrini orada yerləşdiriblər. Və hər bir dövrdə özlərinə uyğun nəyi çıxartmaq lazımdır, onu çıxardıblar Tövratdan. Və nəyə əlavə eləmək lazımdır? Məsələn, şərabı gətirib biliblər müqəddəs içki. Müqəddəs içki. Hacı, Quranın, bir dənə xahiş edirəm, Quranın Tövratla bir müqayisəsinə baxın. Quranın Allaha və insana, Allahla insanın münasibətinə, Allahla bəndənin münasibətinə baxanda Allah mehriban, ərhəmər-rahimin bəndəsinə. Amma Tövrat necədir? Deyir ki, Allah Adəmi yaratdı. Adəmə dedi ki, bu ağacdan yemə. Yesin, əziyyət çəkəcəksən, filan olacaq. Şeytan elə bil alladacaq səni və təbii ki, Tövratın sözüdür də. Deyir ki, şeytan gəlir ilan formasında Həvva nənəmizə, gəlir deyir ki, bu əslində
Allah sizi bu ağacdan nə üçün qadağan edib? Bu mərifət ağacıdır. Siz bu ağacdan yesiniz, hər şey yaxşını pisi biləcəksiniz, Allaha rəqib olacaqsınız. Və bunlar gəlirlər həmən o şeytanın sözünə qulaq asırlar, bunlar Tövratın sözləridir. Yəni əsli Tövratın yoxa dəyişilmiş Tövratın sözləridir. Bunlar gəlirlər, yeyirlər, yeyəndən sonra görürlər oradan yaxşı nədir, pis nədir? Əsli məsələ də nədir? Əsli məsələ də odur ki, Allah istəmirmiş ki, insanın mərifəti olsun, şeytan ilə düz deyirmiş. Amma Quran necə təsəvvür eləyir insanı? Quran insanı yaradıb. Nə üçün o qadağan olunmuş, belə deyə ağaca qadağan edib? Çünki insan bir imtihanda olunmalıdır. Ki, səbəbləri çoxdur. Yəni, Quranla hal-hazırdakı Tövrat, Quranla hal-hazırdakı İncil müqayisə olunmayacaq dərəcədədir. İnsanın, deməli, Tövratda insanın ayrı-ayrı dillərə bölünməsini Tövrat belə nəql eləyir. Deyir ki, onlar gəldilər bir yerdə, məskən saldılar, gördülər yaxşı yaşamalı yerdir. Başladılar orada tikdilər, yaratdılar. Allah gördü ki, ay Tövratın sözüdür. Ay bunlar neyniyəcəklər? Bunlar çox böyük işlər görəcəklər. Allah deyir, götürdü bunların hərəsini bir dil deyildi. Bir-birlərinin dillərini başa düşmədilər. Getdilər hərəsi, belə deyə ayrı-ayrı yaşadılar və bir-birlərindən düşmən oldular. Amma Quran nə buyurur? Buyurur ki, İnna xalaqnakum min zəkerin və unsa və cəalnakum şuuben və qəbailə lita'arafu. Nə əkrəməkum indəllahi ətqakum. Allah nədir? Deyir, mən sizi bir kişi və bir qadından yaratdım. Sizi qəbilələrə böldüm. Millətlərə böldüm. Bir-birinizi tanıyasınız deyə. Allah yanında ən üstünü nə ağ dərilisidir, nə qara dərilisidir, nə bu millətdir, nə o millətdir. Allah yanında ən üstünü Allahdan daha çox qorxandır. Bizim öz dilimizdə desək, Allahı başının üstündə daha çox görəndir. Yəni müqayisədə görürsən ki, yəni o kitablarla bu kitabın ki, əgər onlar da dəyişilməsəydik, biz yenə də deyirik ki, mənbəy eynidir, məna eynidir, məqsəd eynidir. Hamısı bir Allahın dininə, bir Allaha bəndə olmağa dəvət edir. Quranın ayəsi var, buyurur ki, Allah yanında əvvəlki gündən bu günə qədər bir din var, o da təslimiyyət, İslam dinidir. Musa peyğəmbərin də dini bu təslimliyə dəvət edib, İsa peyğəmbərin dini də bu təslimiyyətə dəvət edib və bizim peyğəmbərimiz də gəlib bunu təkmilləşdirib. Maraqlı nədir? Quranda bəzi ayələr var. Məsələn, Allah Taala da elə bir hətta çatıb ki, Allah Taala o Yahudilərin dilindən, xristianların dilindən onların dəlillər gətirdir. Siz iddia edirsiniz ki, öz kitablarınızda, məsələn də bir iddiaların biri. Məsələn, İsa peyğəmbər Allahın oğludur. Məryəm filandır, filan şey filandır, filan şey filandır. Siz iddialı, Allah Taala deyir ki, o peyğəmbəri göndərən mən, o kitabı göndərən mən, amma siz yalan deyirsiniz. Mən elə bilirsiniz, kitabda deməmişəm. Yəni Allah Quranın möcüzələrindən biri budur ki, Allah Taala onların nə qədri sözlərini təkzib eləyir. Siz yalan deyirsiniz, siz yalan deyirsiniz. Nə qədər təkzib eləyir. Məsələn, ən böyük onların işarələrinin biri İsa peyğəmbəri Allahın oğlu görməkliləridir. Allah Taala ona çox gözəl deyir, imkanət əgər Allahdan başqa bir ayrı bir ilah olsa, əgər Allahdan başqa Allah olsaydı, onda yer üzərində fəsad olardı. Siz ki, iddia edirsiniz. Biri deyərdi, mən gündüz eləm, biri deyərdi, mən gecə eləyirəm. Bəli. Onlar İsa'nın qeybət çəkilməliyi ilə ki, bəziləri bu əqidədədir, bir anlıq onu Allah yerində məqamında qoydular və yaxud qeybdən dünyaya gəlməyi, Həzrəti Məryəm əhvalatından ona Allah misalında qərar verdilər. Allah Taala bunları təkzib eləyir. Bu təksibiyyət əslində onlara bir dənə deyir, dəfələrlə ayələrdə. Bu onu göstərir ki, sizin kitablarınız, sizin dedikləriniz dəyişilmişdir, təhrif olunmuş kitabdır. Amma Quran-ı Kərimdə Allah Taala nə deyir? Quran-ı Kərim elə bir müqəddəs kitabdır, elə bir möcüzəvi bir kitabdır. Bir hərf belə bu Quran-ı Kərimdə əlavələr yoxdur. Əlavələr yoxdur, bəli. Bu Quranın özəlliyidir, bu Quranın gözəlliyidir, bu Quranın hikmətidir, bu Quranın biz şu əvvəldə Quranın sifətlərini dedik, Quran-ı Kərimdə olan adları dedik, Quranın adı, sifəti ilə özüdür. Hacı, bəzi məsələlər var ki, onları biz əslində bəzi hallarda
bəlkə zaman olub ki, biz elə belə deyək də dindarların da dilindən, yəni dindar deyəndə, yəni dini danışanların da dilindən eşitmişik bəzi məsələləri. Sonralıqca zaman keçdikcə adam bunları mütaliə edəndə görürsən ki, hansı yanlışlıqlara yol verilib. Bax, onlar həmən bu şübhələrin elə bil ki, möhkəmlənməsi üçün səbəb olub. O sözlərdən biri budur. Peyğəmbərlərin hamısı peyğəmbər olmamışdan əvvəl çoban olublar. Bəli. Əslində bunun haqqında bir hədisdir və hədisi nəql edən bir yəhudidir. Və yaxud Peyğəmbərimizin yadınıza gəlirsə bir tarix var idi, tarixdə oxumuşduq. Peyğəmbərimiz ki, gəldi, o vəhiy nazil olan mağaradan ki, gəldi evə, deyir ki, çox belə nətərsə nə deyim, həyəcanlı halda xanım Xədicə Kübraya buyurdu ki, mən vəziyyətim belədir ki, istəyirəm sənə danışam, bilmirəm nə olub mənə. Dedi, nə olub? Dedi, mənə belə-belə sözlər danışılır. Deyir, o dedi ki, bizim bir qohum var, qoy mən gedim ondan bir məsləhətləşim gəlim. O da kim idi? Bir xristiyan idi, səhv eləməsəm, Vərəqət ibn Növfəl adında bir adam idi, xristiyan idi o da. Getdi onunla məsləhətləşdi, dedi, sakit heç kimə deməyinə, ged ona deyinə ki, ona peyğəmbərlik nazil olur. Və biz belə deyək, zaman bu dərsliklərdə olub, İnsanlar bunu canı dildən qəbul eləyiblər ki, doğrudan, yəni hər yerdə də danışılırdı ki, peyğəmbərin peyğəmbərliyinə peyğəmbər heç əvvəl özü inanmırmış. Özü bilmirmiş, inanmırmış və onu bir xristiyan təsdiq edib. Bunlar əslində bu şübhələr ki var, bu şübhələrin elə bir ki, möhkəmlənməsinə xidmət edib. O sətir altı onları yavaş-yavaş ötürüblər tarixin səhifələrinə. Düşüncəli insanlar deyiblər ki, elə doğrudan heç bu, yəni hardasa buna kimsə bunu öyrədib. Amma əslində bu yanlış bir ki, bu haqda bir hədis var tarixdə. O da ki, məşhur olmayan bir hədisdir ki, yenə də deyirəm də, məsələ belədir ki, yəni bu günləri heç bunu ağıl sahibləri belə anlayanda deyir ki, qardaş, bu əgər peyğəmbərdirsə, bu niyə gedib adidə bizim dilimizdə bir dənə papadan, indi o kilisələrin mollasına papa deyirlər də, gedib ondan bu işin məsləhətini almalıdır. Bu müqəddəs bir yükü çiyninə götürür, kimsə onu təsdiq eləsin. Bizim problemlərimizin, əsas problemlərimizdən biri budur. Bu gün cəmiyyətimizdə görsən, bəzən insanlara allanır, nəyə allanır? Məsələn, müəyyən kanalda və yaxud bəzən bir dənə yazıcı 3 cild kitab yazır. Bəzən bir hatta bir yazısı vardır, 5 cild kitab yazıb Həzrəti Əli əleyhissalamın barəsində. Əli əleyhissalam fəzilətindən. O 5 cildi yazıb, içərisinə daxilinə axırda 2 dənə cümlə əlavə eləyib. O 2 dənə cümləni əlavə eləməkdən ötəri 5 cild Əli əleyhissalamı tərif verir. Bəli, məsələ də elə oradadır. Mən onu istəyirdim qeyd eləyəm. Elə bir 2 dənə cümlə şübhə atıb ki, o 2 dənə cümlə, o 5 cild məhv elib aradan apar. Hacı, mən elə onu istəyirdim qeyd eləyəm ki, müsəlmanlar gərək agah olalar. Bu bəzi tərifləmələr var ki, o tərifləmələrin altında, bəli, sətir altı şübhə yaradan sözlər var, onlara aldanmayalar. Mənim uşaq vaxtından eşitdiyim bir söz var idi. Deyirdilər ki, Lenin bizim peyğəmbərimiz haqqında deyib ki, o çox dahi ağıllı insan olub. Bir dənə səhvi olub, bütün işlərini Allahın adına bağlayırmış. Görürsən. Bax, görürsən, bu insan peyğəmbəri tərifləyib. Yəni, bu özü əgər əslində qalanda Lenin tərifə layiqdir. Lenin özü bizim bildiyimiz budur ki, Lenin Allaha inanan adam olmayıb da, o ateist olub, onun əqidəsi olub. Yəni, bu insan belə bir düşüncənin insanı durub gəlsin, bir dənə peyğəmbəri tərifləsin, nə üçün? O tərifin adı, o tərifləyəndə bəzən deyirsən ki, adam deyir ki, bizim peyğəmbərimizi təriflədi. Amma o tərifin altında gör nədir? Bir dənə səhvi var, bütün işlərin Allahın adına yazır. Bəzi telekanallar da belənciydi ya. Bugün cəmiyyətimizdə bizə qalxarlar, müəyyən telekanalları, müəyyən ölkənin filan sual edirlər ki, deyir ki, məsələn, filan kanalda filan söhbətləri Əli əleyhissalamın barəsində elə sözlər deyirdi, İmam Hüseyni elə tərif verirdi. Adam onlara başa sala bilmir ki, o söhbətlərin sətri altı sənin zehnində elə bir problemlər yaradıb, elə sözlərin sənin zehninə daxil eləyib, şübhələr daxil eləyib ki, sənin özün xəbərin yoxdur. Bu günləri onun nəticəsində sən məni qəbul eləmirsən. Mən ruhani, öz ruhaninin sözünü qəbul eləmirsən. Niyə? O artıq İmam Hüseyni tərifləyə o mikrobu sənin zehninə nə eləyib? Daxil eləyib. Və bu günləri ona görə müsəlmanlar
diqqətli olmalıdır. Kimin ağzından tərif eşidirsə ona diqqət eləməlidir. Hansı kanaldan verilişə baxırsa ona kimi diqqət eləməlidir. Bu günləri düşman boş oturmayıb. Gecə-gündüz düşman işləyir. Bunların üzərində işləyir. Quranın üzərində işləyir. Hədislərin üzərində işləyir ki, insanları şübhəyə daxil eləsin. Bu günləri İslama ən böyük hücum nə hücumudur? Bu günləri sosial şəbəkənin hücumudur. Ona görə də ki, izləyicilərdən elə fürsətən deyirəm ki, inşallah diqqətli olağım belə bir məsələlərdə inşallah düşmənlərin elənçi şübhələrinə uymayaq inşallah. Elənçi təriflərinə də uymayaq. İnşallah. Sonda mən istərdim bu sözü deyim ki, bu ayələr ki, Qurani Kərimdə istifadə olunub, Həzrəti İsa'nın kitabından söhbət açır, Həzrəti Musa'nın kitabından, İbrahimin dinindən, hətta Peyğəmbərimizin dilindən belə bir söz var ki, bu Peyğəmbər yeni bir din gətirməyib, bidət gətirməyib. Yəni həmin sizin kitabınızın dediyi təqrib sizin kitablarınızın dediyindən gətirib. Biz bu həmin ayələrdən neçə dənə məsələ ortalığa çıxır ki, bu ayələr ki, Quran təqdim eləyir, əsli söz odur ki, bu Quranın ayələri başqa səmavi kitabın məqsədləri ilə eynidir. Bəziləri deyirlər, yox. Elə bu kitablar bir-biri ilə əl-ələ veriblər. Bir kitab ortalığa çıxardıblar. Tövratla, İncillə, Zəburla, Quranla əl-ələ veriblər. Bəziləri də bu iddiadadılar ki, yox, bu təqribən elə belə təsadüf üzündən olub belə. Amma ki, düşüncə sahibləri, yəni o insanlar ki, ağıl sahibləridir, o insanlar ki, təfəkkür eləyə bilirlər, anlaya bilirlər ki, bunlar heç biri düşünülmüş bir şey ola bilməz ki, siz geniş onun haqqında, Quranın mübarizə tələb eləməyi haqqında danışdınız. Bunlar hamısı hər birini kənara qoysuq bu nəzərlərin belə nəticəyə gəlmək olar ki, bəli, Quranda bu ki işarə olunur ki, filan Peyğəmbərin kitabı, səndən öncəkilərin kitabı, İbrahimin kitabı, sən yeni bir din gətirməlisən, sən bir bidət gətirməlisən. Bunların məqsədi odur ki, bu İslam dini və Qur'anın gəlməsi özündən öncəki dinlərin missiyasının davamıdır. Bu biraz geniş bəhsdir. Bəli. Bizim vaxt çərçivəmizə də uyğun gəlmədiyi üçün mən bu məsələyə başlamamışdan qabaq elə qarşılıqlı. Çünki məsələ gəlir vəh mövzusuna. Vəh mövzusu da geniş mövzudur. Biz təbiidir ki, oradan başlamalıyıq. İnşallah gələn dəfə ilə mövzumu bunu qoyarıq. Bu mövzunun üzərində inşallah Allahın köməkliyi, inayəti ilə inşallah mövzunu davam elətdirərik və bu barədə ortada olan şübhələrə bacardığımız miqdarında inşallah cavablandırarıq. Və əziz izləyicilərimiz də diqqətli olsunlar bu məsələlərə. Hər nə nöqsanlar olsa, hər nə sualları olsa bizlərə ünvanlasınlar. Təbii ki, biz də cavablandırmağa çalışacağıq. Hər nə məsələ sizi qane eləməsə bizə deyərsiniz. İnşallah ümidvarıq ki, layiqincə Qurana xidmət eləmiş olaq. Allah bizləri dünya və axirət Quran və Əhl-i Beytdən ayrı salmasın. Allah amanında gələn verilişlərədək.